Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Maif Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 6B sinif şagirdi Axızadə Yaxmur. Bugün biz sizinlə radionun yaranma tarixi haqqında danışacağıq. 7 may Dünya Elm və Texnikası tarixinə radionun ad günü kimi daxil olub. 1895-ci ilin məhz bu günü Rus fiziki Aleksandr Stepanovich Popov radio əlaqənin ilk seansının həyata keçirilməsi ilə bağlı Rusiyanın Sankt-Peterburg şəhərində məruzə ilə çıxış edərək dünyada birinci radio qəbul edicini təqdim edib. 1945-ci il mayın 7-sində Sosialist Sovet Respublikaları İttifaqı Aleksandr Popovun adı ilə bağlı olan radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram keçirib. Bu tarix Popovun ölümündən həm də 40 il sonra idi. Beləliklə, 1945-ci ildən 7 may tarixini hər il radio günü olaraq qeyd etmək qərarı alınıb. Radio günü rəsmi olaraq Bolqarıstan və Rusiyada xüsusi günlər kimi qeyd olunur. Müasir informasiya, internet sistemi neçə alim, mühəndis, texniki nəsil və ümumiyyətlə rabitə ilə əlaqəli hər kəsin əməlinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur. 19-cu əsrin sonunda radio dalğalarının mövcudluğu fikri bir çox elm adamının ağlına gəldi. Buna görə də demək olar ki, hər bir dövlətin öz radio ixtiraçısına sahib olması təəccüblü deyil. Tarixin ilk radioqramında yalnız 2 söz var idi. Heinrich Herr. 1896-cı ildə Aleksandr Popov tərəfindən göndərilmişdi. Eyfel qülləsi həyatını radioya borcludur. Qüllə 1889-cu ildə dünya sərgisi üçün inşa edilmişdir. 20 ildən sonra sökülməsi planlaşdırıldı. Ancaq radio açılanda daha geniş diapazon və siqnal gücü üçün antenlərin Eyfel qülləsində quraşdırılmasına qərar verildi. Bu Parisin indiki simvolunu xilas etdi. İlk internet radiostansiyası İnternet Talk Radio 1993-cü ildə açıldı. Xatırladım ki, internet radioda musiqilərlə və rubrikalarla onlayn qulaq asmaq mümkündür. Virolog Luc Montagnier 2009-cu ildə bakteriyaların radio dalğaları vasitəsilə qarşılıqlı təsir edə biləcəyi nəzəriyyəsini irəli sürmüşdür. Amerika Birləşmiş Ştatlarının heç bir dövlət radiostansiyası 2013-cü ilə qədər öz ölkəsində yayımlana bilməzdi. Buna səbəb vətəndaşların hər növ təbliğat və propagandadan qorunması haqqında hökumətin qərarı olmuşdu. Radionun həyatı sadəcə hansısa texniki varlığın hekayəsi deyil, məhz həyatdır. Valideynlər buna inanmırdılar və inanırdılar ki, o az şeyə qadirdir. İmkanları məhduddur, ondan şər məqsədlər üçün istifadə olunurdu. Yaxşılıq məğlub etməyə və insanları xilas etməyə kömək etdi. Və nəticədə dünyanı ələ keçirdi və ayrı bir texnoloji kainatın banisi oldu. Çox geniş şəkildə ümumiləşdirsək, radio dalğalarından istifadə edən rabitədir. Bu bir tərəfli, iki tərəfli və çox tərəfli ola bilər. Maşınlar və insanlar arasında məlumatın ötürülməsini və ya mübadiləsini təmin edə bilər. Məsələ bu deyil. Burada 2 əsas söz var. Radio dalğaları və rabitə. 1939-cu ildə Amerika Birləşmiş Ştatlarının mühəndisləri Rohe və Yoms tərəfindən televiziya ötürücü trubkası optikon ixtira edildi. Həftə içi 5 gün yayımlanan efimizdə tarixi hadisələr, hər günə aid əlamətdar günlər, xalq şairlərimizin həyatı, yaradıcılığımız, digər tarixi günlər haqqında mövzular yayımlanır. Şagirdlərimiz radio buraxılışımızın fəaliyyətində olduqca fəal iştirak edirlər. Və əziz radio dinləyicilərimiz, bugün artıq radio efirimiz 281-ci buraxılışı ilə sizinlədir. Hörmətli radio dinləyicilərimiz, bizə ayrılan efirin sonuna gəldik.
Növbəti efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.